Şəhid övladları üçün Yaşat yay düşərgəsinin 3-cü həftəsi davam edir. İyulun 16-sından başlayan düşərgədə baş verən maraqlı anlarla bağlı ətraflı növbəti süjetdə. Düşərgənin 3-cü həftəsi şəhid əmanətlərinin Şamaxı rəsədxanasını ziyarəti ilə başladı. Burada iştirakçılara rəsədxananın fəaliyyəti barədə ətraflı məlumat verildi. Mən ilk dəfədir ki, buradayam. Çox təşəkkür edirəm ki, belə bir yay düşərgəsi hazırlayıblar. Bizə də belə əyləncəli vaxtlar keçirirlər. Düşərgənin ilk axşamı iştirakçılar üçün konsert proqramı təşkil olundu. Bugün isə iştirakçılar müxtəlif mövzularda təlim və seminarlara qatıldılar. Həqiqətən də uşaq auditoriyası qarşısında çıxış etmək çox çətindir, həm çox məsuliyyətlidir. Hələ xüsusda biləndə ki, onlar şəhid övladlardır. Çox həyəcanlı idim, amma görüş başlayandan sonra biraz sakitləşdim. Çünki gördüm uşaqlar həqiqətən də maraqla dinləyirlər, maraqlı suallar verirlər. Yaşat yay düşərgəsində uşaqların asudə vaxtlarını səmərəli və əyləncəli keçirmələri üçün hər cür şərait yaradılıb. Onlar burada bowling, bilyard, şahmat, jenga və digər oyunlar oynayırlar. Müəllimimlə bir yerdə şahmat oynayıram. Əminəm ki, müəllimimə məğlub edəcəm və bu oyunu mən qazanacağam. Biz burada əyləncəli vaxtlar keçirdirik, əyləncəli oyunlar oynayırıq və mən təzə dostlarla tanış oluram. Qeyd edək ki, 3-cü dəfədir keçirilən Yaşat yay düşərgəsi 6 həftə davam edəcək. Düşərgədə ümumilikdə 300-dən çox şəhid övladına yay tətilini səmərəli keçirmə imkanı yaradılacaq. Seymur Novruzov, Allahverdi Məmmədov, Rüstəm Mikailzadə, Röyə Bənənyarlı, ATV Xəbər.